EMAŞEM fizika test kitabından 39 nömrəli test. Cismin təcilinin onu təsir edən qüvvədən asıllıq qrafiki verilmişdir. Buna əsasən qrafikdəki alfa bucağının tangensi hansı kəmiyyətə bərabərdir? Riyaziyyatda düzbucaqlı üçbucaqda iti bucaq qarşısındakı katetin bitişik katetə nisbətinə həmin bucağın tangensi deyilir. Biz bu qaydanı verilmiş qrafikə tətbiq etsək, iti bucaq qarşısındakı katetimiz, yəni bu qeyd olunmuş katet təcilin dəyişməsini, bitişik katet isə qüvvənin dəyişməsini göstərir. Tangens alfanı təyin etsək, tangens alfa bərabərdir iti bucaq qarşısındakı delta A katetinin bitişik delta F katetinə nisbəti. Burada biz deltaları nəzərə almasaq, cavablardan bir cavabı doğrudur. Digər iki cavabın doğruluğuna baxaq. Newtonun ikinci qanununa görə bildiyimiz kimi F bərabərdir MA-ya. Verilmiş nisbət, yəni aldığımız bu nisbət A böl F və bunu doğru bərabərlik şəklində yazsaq, həmin nisbət 1 bölünsün M-ə, yəni kütlənin tərs nisbətinə bərabərdir. Bu səbəbdən də 2 cavabı doğru deyil, 3 cavabı doğrudur. Doğru variant 1 və 3. D variantı.